İnfarktın əlamətləri bir neçə ay əvvəl özünü göstərə bilər. Sadəcə olaraq bu əlamətlərdən xəbərdar olmaq lazımdır ki, vaxtında üstünə düşə biləsiniz. Bunlardan biri mədədə baş verən bulanmadır, mədə bulantısı, yəni ürəyin bulanır deyirsiniz və yaxud da mədədə baş verən sancılardır. Qan dövranı zəifləyəndə, ürəyə gedən qan azalanda mədədə bulantılar baş verir. İkincisi isə daimi yorğunluq hissi, keçməyən baş ağrılarıdır. Ürəyimizə qan az işləyəndə, damarların biri tıxananda və yaxud da orada tıxanma prosesi artıq başlayanda biz özümüzü daim yorğun hiss eləyirik. Nə qədər yatsaq, dincəlsək də bu yorğunluq bizdən keçmir. Ona görə də bu əlaməti də göz ardı etməmək lazımdır. Üçüncü əlamət isə bədənin bir tərəfində keymə. Əldə, ayaqda və yaxud da hətta üzdə belə keymələr olur və hətta siz əlinizi bir yerə çox basanda və yaxud da ayağınızı bir yerə çox basandan sonra görürsünüz ki, sizdə uyuşmalar baş verdi və bu uzun müddət davam elədi. Bax, bu da infarktın əlamətlərindən biri ola bilər. Dördüncü əlamət isə anidən gözdə bulanmadır və yaxud da cüt görmədir. Çünki ürəyə gedən qan azalanda kapilyar damarlar, yəni nazik damarlarımız qanla yaxşı təmin olunmur. Bax, elə bu göz də kapilyarlarla işləyən bir orqandır. Ona görə ona da qan az gedir və nəticədə biz bulanıq görürük və yaxud da cüt görmə baş verir. Təbii ki, bütün bu əlamətlərin hamısı ürəklə bağlı və yaxud da infarktla bağlı olmaya bilər. Amma bu əlamətlərin hər hansı biri varsa, həkimə müraciət etməyinizdə fayda var. İzlədiyiniz üçün təşəkkürlər. Videomuzu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.